Videoya keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Rusiya ordusu strateji nüvə silahlarının istifadəsinə yönəlmiş planlı təlim keçirib. Azərbaycan TV xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib. Açıqlamaya görə Rusiya Silahlı Qüvvələri Prezident Vladimir Putinin komandanlığı altında strateji nüvə silahı təlimi keçirib. Açıqlamada Rusiya hava, quru və dəniz qüvvələrinin təlimə qatıldığı məşqlər zamanı qitələrarası ballistik və qanadlı raketlərin atıldığı qeyd edilib. Təlimdə Tu-95MC təyyarəsinin də iştirak etdiyi bildirilib. Məlumata görə təlimlər zamanı Kamçatka dənizindəki nüvə sualtı qayığından Yars qitələrarası ballistik raketi, Barents dənizindəki nüvə sualtı qayığından isə Sineva ballistik raketi buraxılıb. Təlimdə Rusiyanın Müdafiə naziri Andrey Belausov, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov da iştirak edib. Azərbaycanda və dünyada olan ən son xəbərlərdən xəbərdar olmaq üçün Azərbaycan TV kanalına abunə ol və bəyən.